Salam, hər birinizə xoş gördük. Bu günlərim qəlyanaltı hazırlayıram. Bunun üçün əvvəlcə soğan, markov üzərini təmizləyib, daha sonra soğanı xırdalayıb soğança edirəm. Markovu da rəndədən keçirdik. Soğança biraz qızaranda 2-3 xörək qaşığı duru yağla soğança qızaranda markovu əlavə edirik. Bunlar da bir yerdə qovurulandan sonra toyuğun sinə ətini qaynadıb didmişəm. Onu əlavə edib bir yaxşıca qarışdırırıq. Daha sonra konservləşmiş qarğıdalı əlavə etdik. Daha sonra 3 ədəd yumurtanın ağını əlavə edib bunları yaxşı qarışdırıb içliyimizi hazırlayırıq. Daha sonra lavaş götürmüşük, xırda ölçülü lavaşlar. Bunları 2 hissəyə ayırıb gördüyünüz şəkildə bükürük. Bu cür hamısını eyni qaydada birinci şəklində büküb yağda qızartdıq. Üzərinə də pul biber əlavə etmişik. Bizim qəlyanaltımız hazırdır. Çox dadlı, ləzzətli və qeyri-adi, fərqli dada malik olan bir qəlyanaltıdır. İç görüntüsünə də baxa bilərsiniz. Əgər bəyəndinizsə like edin, abunə deyilsə abunə olun. İzlədiyiniz üçün təşəkkür edirəm.